Bismillahirrahmanirrahim. İnsan həyatında elə bir dondurucu an gəlir ki, məntiq susur. Baxırsan sağa, uçurum. Baxırsan sola, atəş. Baxırsan arxaya, peşmanlıqlar və yıxılmış körpülər. İrəlidə isə keçilməz, nəhəng bir divar var. Hər şey bitmiş kimi görünür. İqtisadi olaraq, sağlamlıq olaraq və ya mənəvi olaraq tam bir dalana dirəndiyini hiss edirsən. Ağlam ətrafındakı insanların səsi və öz içindəki egon sənə eyni qorxunc cümləni pıçıldayır. Buraya qədər idi. Çıxış yolu yoxdur. Hər şey bitdi. Məhz bu an insanın ümidsizlik bataqlığına yuvarlandığı andır. Ümidsizlik sadəcə psixoloji bir depressiya deyil. Ümidsizlik ruhun boğulmasıdır. O qaranlıq hissin içinə düşəndə göy üzünün genişliyi sənin üçün bir məna ifadə etmir. Çünki sənin daxili aləmin daralıb. Lakin dayanın, dərindən nəfəs alın və bugün bu mənəvi səyahətdə şuurunuzu əhatə edən o qaranlıq illüziyanı parçalamağa hazırlaşın. Bugün sizinlə İslam fəlsəfəsinin ən mütləq qanununu öyrənəcəyik. Öyrənəcəyik ki, Allahın riyaziyyatında çıxılmaz yol deyə bir şey yoxdur. Sizinlə birlikdə peyğəmbərlərin, o seçilmiş insanların ən böyük böhran anlarında necə yoxdan var edilən yollarla xilas olduqlarını deşifrə edəcəyik. Əgər bugün həyatınızda düyünə düşmüş bir məsələ varsa, əgər gözləriniz yaşlı şəkildə Allahım, mənə bir yol göstər deyə fəryad edirsinizsə, dünyanın bütün səs-küyünü kənara qoyun. Çünki bugün Rəbbinizin sizə necə xəyal belə etmədiyiniz qapılar açacağının mütləq sirlərini kəşf edəcəksiniz. Biz çox vaxt ümidsizliyə düşməyi sadəcə bir insani zəiflik kimi qəbul edirik. Lakin Quranın və kainatın əfəndisinin sallallahu aleyhi və alihi və səlləmin bizə öyrətdiyi dəhşətli fəlsəfəyə görə Allahın mərhəmətindən ümidini kəsmək kainatdakı ən böyük mənəvi cinayətlərdən biridir. Baxın, Uca Allah Yusif surəsində o qan donduran mütləq həqiqəti necə bəyan edir? Allahın mərhəmətindən ümidinizi kəsməyin. Çünki Allahın mərhəmətindən yalnız və yalnız kafir, yəni həqiqəti inkar edən qövm ümidini kəsər. Allahu Əkbar. Niyə ümidsizlik bu qədər ağır bir günahdır? Düşünün, sən ümidsizliyə düşüb, artıq mənim dərdimin çarəsi yoxdur. Bu xəstəlikdən sağalmaram. Bu borcdan çıxmaram dediyin an, sən əslində fərqində olmadan nə demiş olursan? Sən Yaradana deyirsən ki, mənim dərdim sənin qüdrətindən daha böyükdür. Sənin gücün məni qurtarmağa çatmaz. Sən Allahın Əl-Qadir, yəni hər şeyə qadir olan və Əl-Fəttah, yəni bütün bağlı qapıları açan isimlərini şuuraltı olaraq inkar etmiş olursan. Şeytanın sənə etmək istədiyi ən böyük zərbə səni günaha salmaq deyil, onun ən böyük qələbəsi səni Allaha olan ümidindən qoparmaqdır. Sən günah edib tövbə edə bilərsən, amma ümidini itirsən, dua etməyi də buraxacaqsan. Ona görə də qarşındakı divar nə qədər hündür olur olsun, egon sənə pıçıldadığı o bitdi sözünü rədd etməlisən. Çünki Allah üçün bitdi deyə bir şey yoxdur. Onun üçün yalnız ol, yəni kün demək var. Biz ibadət deyəndə ağlımıza yalnız namaz qılmaq, oruç tutmaq gəlir. Bəs kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm ən çətin anlarda ruhu xilas edən, savabı heç bir riyaziyyata sığmayan o möhtəşəm ibadəti necə adlandırır? Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm səhih mənbələrdə qeyd olunan o sarsıdıcı nəsiyyətində buyurur. İbadətlərin ən fəzilətlisi fərəci, yəni Allahdan gələcək olan açılışı, xilası gözləməkdir. Subhanallah, bu fəlsəfiyə baxın. Sən xəstə yatağındasan, bədənin ağrıyır, amma qəlbində deyirsən, Rəbbim mənə şəfa qapısını açacaq. Mən o günü gözləyirəm. Sən borc içindəsən, gecələr gözünə yuxu getmir, amma deyirsən, Allahım, mənə xəyal etmədiyim bir yerdən ruzi qapısı açacaq. Bax, sənin o gözlədiyin an, sənin o səbrin və Allaha olan mütləq güvənin minlərlə rükət nafilə namazından daha böyük bir ibadətdir. Çünki
Namazı hər kəs qıla bilər. Lakin fırtınanın tən ortasında, hər şeyin qaranlıq olduğu bir anda mənim Allahım mənə yol açacaq deyib ayaqda durmaq yalnız mütləq yəqinlik, yəni əminlik sahiblərinin işidir. Fərəci gözləmək passiv oturmaq deyil. Fərəci gözləmək daxili bir inqilabdır. Şeytan sənə qərq oldun deyəndə, sənin xeyr, mənim Rəbbim mənə doğru yolu göstərəcək deyə qışqırmağındır. Əgər heç bir çıxış yolu qalmadı deyirsinizsə, gəlin insanlıq tarixinin ən mütləq çıxılmaz vəziyyətinə və oradakı o nəhəng şuur sıçrayışına baxaq. Musa əleyhissalam və onun qövmü Fironun zülmündən qaçır. Günlərlə yol gedirlər və nəhayət gəlib çatırlar bir nöqtəyə. Qarşıda nəhəng, keçilməz qırmızı dəniz. Dənizin dalğaları qorxunc şəkildə çırpılır. Arxadan isə Fironun ən qəddar, qana susamış ordusu toz duman qopararaq üzərlərinə gəlir. İki tərəf dağlıq, qaçacaq heç bir yer yoxdur. Gözlə görünən maddi qanunlara, fizikaya, məntiqə görə vəziyyət 100% ölümdür. Qövmü qorxu içində fəryad edir. Quran Şüəra surəsində bu səhnəni belə bəyan edir. Onlar dedilər ki, həqiqətən biz yaxalandıq. İşimiz bitdi, Firon bizi məhv edəcək. Bəs dənizlə düşmən arasında qalan, maddi olaraq heç bir silahı və gəmisi olmayan Musa neynədi? O titrədimi? O ümidsizliyə düşdümü? Xeyr, o bəşər tarixinin ən böyük təvəkkül nərəsini çəkdi. O qayıtdı və egonun, qorxunun, məntiqin üzünə birbaşa "Kəlla, innə mə'iyyə Rabbi səyəhdin." Yəni, xeyr, əsla. Həqiqətən Rəbbim mənimlədir, o mənə mütləq bir yol göstərəcəkdir. Allahu Əkbar. O, dənizin necə yarılacağını bilmirdi. Onun əlində plan yox idi. O sadəcə necə olacağı ilə maraqlanmırdı. O kim olduğuna, yəni Allahın gücünə güvənirdi. Və Musa bu mütləq inancı ortaya qoyduğu an Allah dənizin fiziki qanunlarını ləğv etdi və suyu dağlar kimi iki yerə yardı. Sən də öz həyatındakı fironlarla, yəni düşmənlərlə, borclarla və qırmızı dənizlə, xəstəliklə, çarəsizliklə üz-üzə qalanda, məntiq sənə bitdi deyəndə, Musa kimi daxilindən kəlla, yəni xeyr, Rəbbim mənimlədir deyə bilirsənmi? Desən, sənə də mütləq bir yol açılacaq. Biz çox vaxt çıxış yolunu öz cılız ağlımızla planlaşdırırıq. Deyirik ki, filan kəs mənə borc versə işim düzələcək, filan həkimə getsəm sağalacam. Yəni biz qapını özümüz cızırıq, sonra da Allahdan o qapını açmasını tələb edirik. Bəzən o qapı açılmır və biz yıxılırıq. Lakin biz Allahın müsəbbibul əsbab, yəni bütün səbəbləri yaradan olduğunu unuduruq. Uca Allah Təlaq surəsinin 2-ci və 3-cü ayələrində kainatın ən sarsıdıcı riyaziyyatını bizə təqdim edir. Kim Allahdan qorxarsa, ona təvəkkül edərsə, Allah ona bir çıxış yolu açar və onu heç təsəvvür etmədiyi, heç xəyalına belə gətirmədiyi bir yerdən ruziləndirər. Baxın bu, min heythu la yaxtəsib, yəni heç gözləmədiyi yerdən fəlsəfəsinə. Allah sənə deyir ki, sən mənə güvən, çıxış yolunu mənə burax. Sənin ağlına gələn variantlar məhduddur. Sən yalnız gördüyünü bilirsən, mən isə qeybi bilirəm. Sən illərlə o kiçik taxta qapını döyürsən, ağlayırsan ki, niyə açılmır? Amma sən bilmirsən ki, Allah sənin üçün arxada nəhəng bir sarayın altun qapısını hazırlayıb. Sən taxta qapıdan imtina edib, mütləq şəkildə Allaha təslim olduğun an, o sənə heç vaxt xəyal etmədiyin, planlaşdırmadığın bir yerdən o fərəci, o xilası göndərəcək. Ən çıxılmaz anlarda psixoloji sükunətin və ilahi mərifətin ustası olan İmam Əli əleyhisselam bağlı qapıların nə zaman açılacağının düsturunu bizə belə bəyan edir. İplər, yəni vəziyyətlər, ən çox tarım çəkildiyi, ən çox sıxıldığı an qopar. Çətinliklər ən son həddə çatdığı zaman asanlıq və qurtuluş gələr. Subhanallah. Fiziologiya, təbiətə baxın. Gecənin ən qaranlıq, ən zülmət anı, sübhün açılmasına ən yaxın olan andır.
Bir ana övladını dünyaya gətirərkən ən şiddətli ağrını, ölümcül sancını uşaq doğulmazdan dərhal əvvəl yaşayır. Sənin də həyatında dərdlərin üst-üstə gəldiyi, nəfəsinin kəsildiyi, artıq dözə bilmirəm dediyin o mütləq daralma anı var ha. Bax o an əslində fərəcin, xilas etmənin, ilahi qapının açılmasının müjdəsidir. İmam Əli bizə nəsihət edir, hər şeyin sənə qarşı olduğunu, bütün qapıların bağlandığını düşündüyün an, göylərin qapısının sənin üçün açıldığını bil. İnsanlardan ümidini tam kəsdiyin, heç kimin sənə kömək edə bilməyəcəyini anladığın o saniyə, sənin qəlbində ancaq və ancaq Allah qalır. Şirk, yəni başqalarına güvənmək aradan qalxır, mütləq tövhid yaranır və qəlbində yalnız Allahın qaldığı o an, sən bütün kainatın ən güclü insanına çevrilirsən. İndi gözlərinizi yüngülcə qapayın. Dərindən bütün o çarəsizlik hissini, şuurunuzu əzən o ümidsizliyi, qorxuları içinizə çəkərək dərin bir nəfəs alın. Və indi yavaşca bütün o qaranlıq illüziyanı, o təlaşları ruhunuzdan kənara üfülün. Təsəvvür edin ki, o nəhəng, keçilməz dediyiniz divarın qarşısındasınız. Lakin artıq qorxmursunuz. Çünki siz anladınız ki, o divarı yaradan da, onu bir toz buludu kimi yox edəcək olan da eyni qüdrətdir. Sizin xilaskarınız pulunuz deyil, xilaskarınız ətrafınızdakı insanlar deyil, sizin xilaskarınız Musa Peyğəmbərə dənizi yaran, yoxdan yollar var edən, mütləq rəhman və rəhim olan Allahdır. Bugün qəlbinizdəki bütün qorxuları söküb atın. Fironun ordusu üzərinizə gəlsə belə, egonuza və vəsvəsələrə xeyr deməyi öyrənin. Rəbbim mənimlədir, o mənə mütləq bir yol göstərəcək yəqinliyini ruhunuza həkk edin. İçinizdən mütləq bir səmimiyyətlə və heç bir şübhə duymadan bu fəryadı yüksəldin. Allahım, mən bütün yolların bitdiyini düşünsəm də, sənin mərhəmətinin sonsuzluğuna sığınıram. Acizliyimi sənə təslim edirəm. Mənim üçün mənim xəyal belə edə bilməyəcəyim o xeyir qapılarını, o nurlu yolları öz qüdrətinlə aç. Çünki sən Əl-Fəttahsan. Hiss edirsinizmi? Ruhunuz necə yüngülləşdi? O daralma yerini necə mütləq bir sükunətə verdi? Çünki siz yükü öz çiyinlərinizdən alıb, kainatın sahibinə təslim etdiniz. O yol artıq açıldı. Sadəcə səhərin doğmasını gözləyir. Səsinizin göylərə ucalması, qəlbinizdəki yəqinliyin mütləq şahidi olması üçün rəy bölməsinə keçin və öz qəlbinizin bu sarsılmaz inancını yazın. Rəbbim mənimlədir. O mənə mütləq bir yol açacaq. Ey qapıları açan Allahım, bizə xeyir yolları nəsib et. Əgər bu mənəvi səyahət qəlbinizdəki ümidsizlik qaranlığını bir zərrə də olsa parçalaya bildisə, zəhmət olmasa bu videonu bəyənərək və Sözlə Nur kanalımıza abunə olaraq bu fəlsəfə və mütləq inam yolunda bizimlə birlikdə addımlamağa davam edin. Hər çətinliyinizin ardında böyük bir asanlığın gəlməsi diləyi ilə. Allahın amanında qalın.